Sevərlər, sınaq 16 ilə davam edirik. Birinci sualdan başlayırıq. Mərkəzi O1 nöqtələrində olan çevrələr C nöqtəsində xaricdən toxunurlar. AB parçası çevrələrin ortaq toxunanı olub, uzunluğu 12-dir. Deməli, buradan bura kimi məsafə 12-dir. Sonra O1 mərkəzi çevrənin uzunluğu 18 pi-dir. Çevrənin uzunluğu nə idi? 2 pi-dir. 2 pi 18 pi-dirsə, bu zaman pi-lər getsin, R də bərabər olacaq 9-a. Deməli, O1-in mərkəzi, radiusu 9-dur. Yəni, buradan bura kimi məsafə 9-dur. O2 mərkəzdə çevrənin uzunluğunu tapın. Deməli, uşaqlar nə edəcəyik? Buradan bura kimi məsafə 12-dirsə, bu toxunma nöqtəsidir. Toxunma nöqtəsi 90 dərəcə bucağı altında olacaq. Eyni şeyi buradan çəkəcəm. Burada 90 olacaq. İndi daha sonra bu xətti bax belə çəksəm. Bura R1, 9 və X-dir də. Mən X-i tapmaq istəyirəm axı. Və uşaqlar, baxın. Bu perpendikulyar deyil də, müəyyən bir bucaq altındadır. Mən buradan belə bir perpendikulyar xətt çəksəm. Burada bir dənə düzbucaqlı üçbucaq yaranır. Bax, gördünüz bu şəkildə. Və bu düzbucaqlı üçbucağın yaxınlaşdırsaq, burası 12-dir. Bura nədir? Nə deyəcəkdim? 90 dərəcədir. Deməli, burada katetin biri 12-dir. Digər kateti bilmirəm neçədir. Amma hipotenuzda 9 plus x-dir. Bunu tapmaq üçün indi nəyə müraciət edəcəm? Deməli, uşaqlar, baxın. Buradan bura kimi məsafə x-dirsə, axı radiusdur. Deməli, burada x olacaq bu hissə. Və yuxarıya nə qalacaq? 9 çıx x məsafəsi və salam. Düzbucaqlı üçbucağımızın bir kateti 12 oldu, bir kateti 9 minus x oldu, bir də 9 üstəgəl x oldu. Pifaqor teoremindən tapacağım. Deməli, katetlərin kvadratları cəmi bərabərdir nəyə? Hipotenuzun kvadratına. İndi buradan kvadratı yüksəltsəm nə yaranacaq? Qıraq hissədən yazaq. Deməli, 81 çıxılsın 18x üstəgəl x kvadratı üstəgəl 144 bərabərdir 81 üstəgəlinsin 18x üstəgəl x kvadrat. X kvadratları və 81-lər gedəcək və 18x-i digər tərəfə keçirəndə 36x bərabərdir 144-ə, x də bərabər olacaq 144 bölünsün 36-ya. 144-də 36-ya böldükdə uşaqlar 4 düşəcək. Deməli, x-imiz 4-dür. Yəni, balaca çevrənin radiusu 4-dür. Çevrənin uzunluğunu istəyir. 2 pi-ri istəyir. Bu da eləyəcək 2 vur 4 pi, yəni 8 pi. Cavab olacaq avtomatik B variantı. Maraqlı bir sual idi. Keçir ikinci suala. A və V bir-birindən fərqli sadə ədədlərdir. Baxın, bu dairəyə alın. Ümumiyyətlə, uşaqlar, şərti oxuyanda mütləq dairəyə alın. Əbobu deyir 196-dır. Əkobu isə qiymətini tapın. Birincisi, əbob nədir? Əbob hər ikisində ortaq olandır. Baxıram indi birincisinə. Bu tip sualları işləyəndə çətinlik çəkirsiniz bəzən. Burada əbob birincidə nə var? A-dan 2 dənə var, digərində 3 dənə var. Əbobda ən az olan götürülür. Deməli, A-dan 2 dənə götürəcəm. B-də birincidə 5 dənə var, ikincidə 2 dənə var. Deməli, ən az nədir? B-dən 2 dənə götürəcəm. Bunun hasili elədi 196. Aşağıda əkobda qayda nə idi? Ən çoxunu götürürəm. Birinci ifadədə dairəyə aldığımda nə var? A-dan 3 dənə var, digərində 2 dənə. Deməli, ən çox 3 dənə var, onu götürürəm. B-dən birincidə 1 dənə var, ikincidə 3 dənə. Deməli, B-dən də 3 dənə götürürəm. Yəni, bu neçədir? Bunu istəyir. A kubu vur B kubu bərabərdir neçə olacaq? Sual işarəsi. Uşaqlar, bir şeyə baxın. A vur B-nin kvadratı kimi yaza bilərəm elə. AB-nin kvadratı 196-dır, yəni 14-ün kvadratıdır. Deməli, A vur B 14-dür. İndi A vur B 14-dürsə, A vur B-nin kubunu istəyir axı bizdən. Yəni, 14-ün kubunu istəyir. Yəni, 14-ün kubu da neçə eləyəcək? 196-nı vuracaqsınız 14-ə. Eləyəcək 2744. Üçüncü suala keçirik. ABCD düzbucaqlısında ACD 75-dir. Bura 90-sı, bura 15-dir. Deməli, burada 75-dir, bura 15-dir, bura 90-dır. A-dan C-yə kimi məsafə 16-dır. Düzbucaqlının sahəsini tapın. Uşaqlar, belə bir qayda var idi. Sahəni tapanda C kvadratı böl 8 düsturumuz var idi bizim. Nə? Bucaq 15 olarsa. İndi burada 16-ın kvadratı böl 8. 16 vur 16 böl 8 deməkdir. Bu deyilir 32. Və salam, bura 32-dirsə, digər tərəfdə 32 olacaq. O zaman bütöv sahə eləyəcək 64. Keçək 4 nömrəli suala. L1 düz xətlər qarşılıqlı perpendikulyardır. A nöqtəsinin koordinatlarını tapın. Uşaqlar, qarşılıqlı perpendikulyardır deyir. Bir şeyə baxaq, gəlin. Buradan bura kimi bütöv məsafə 5-dir. Bu 1.
Buradan bura kimi bütöv məsafə 5-dir və bura 3-dür. Bura 3-dürsə, burada 4-dür. Demək, bura 5 olacaq, elə deyil. Bax, bu el. Bu 3 bucaq kimi baxırıq. İndi qaydaq yuxarı. Bura 2 düşürmü? Aha, düşdü. İndi keçək nəyə? Qarşılıqlı perpendikulyardır deyir. İki nöqtə bir-birinə perpendikulyardırsa, onların k-larının hasili eləyir -1. Buradan biz nöqtələri gəlin götürək birinci. Məsələn, nöqtəmiz nədir? -4, 0. Digərimizin nöqtəsi nədir? Bax, burada. 0, 3. Yəni, y bərabərdir kx plus b-də gəlin yerinə qoyaq və k-nı, b-ni tapaq. Demək, burada nə olacaq? Bir dəfə y-ın yenə 0 qoyunda 0 bərabərdir 4, -4 k üstə gəlsin b. Bir dəfə də 3 bərabərdir 0 vur k üstə gəl b-yə. Buradan b-nin 3 olduğunu tapırıq. B-ni yenə gətirib 3 qoyanda 0 bərabərdir -4k üstə gəl 3-ə. 4k bərabərdir 3-ə. K da bərabərdir 3 böl 4-ə. Daha doğrusu k-nı tapdıq. Deməli, aldığımız cavabı gətirib yerinə qoyduqda k-mızı neçə aldıq? K-mızı aldıq 4-də 3. K-mız 4-də 3-dür. Və bizdə belə bir şey var da, perpendikulyarlıq şərti nə idi? K-ların hasili olmalı idi -1. Deməli, o zaman K2'miz nə olacaq? K2'miz olacaq bunun tərsi, amma mənfisi. -3'də 4. K2'ni tapdıq. İndi K1 var, K2 var. Elə deyil. Daha sonra nə edəcək? A nöqtəsini tapmaq istəyiriksə, bu nöqtəni tapmaq istəyiriksə, biz baxacağıq ikinci tənliyimizə. Baxın, ikinci tənliyin K'sı var. K2'miz var. Neçə idi K2? -3'də 4. B'si var. Neçədir B'miz? 5. O zaman X'i tapa bilərikmi? Bəli. Deməli, Y-ın yerinə 5 qoyduqda X 0 alınır. Y-ın yerinə 0 qoyduqda X'in yerinə X'i, daha doğrusu Y-ın yerinə 0 qoyduqda da X'i tapa bilərik də. Gətirək Y bərabərdir Kx plus B-də verilənləri yerinə qoyaq. Deməli, 0 bərabərdir -3'də 4 X üstə gəl B-yə, 5'ə. Buradan bunu bu tərəfə keçirəm. -3'də 4 olur, -3'də 4 X bərabərdir 5'ə. X də bərabərdir 15 böl 4'ə. X'i tapdım. Bax, X'im məlum. X neçədir? -4'də 15. İndi burada var, bu hissədə var. Və bizə qalır bu nöqtəni tapmaq. Bu nöqtənin uyğun X'i X1 olsun, burada olsun Y1. Yəni Y1, X1 nöqtələrini tapmalıyıq da biz. Bunu da tapmaq üçün uşaqlar nədən istifadə edərik? Beləcə uşaqlar yekun olaraq cavabımız alınacaq artıq A variantı. Deməli, yəqin ki, həll aydındır da. 5-ci suala keçirik. Ardıcılının ilk ədədinin cəmi SN verilibdir bizə bu şəkildə. Və bizə deyir ki, cəmi hesablayın. A4, A5, A6, A7 və A8-in cəmini hesablamaq istəyir. Deməli, uşaqlar birincisi bir şeyə fikir verin. Burada SN-i veribdir bizə, elə deyil. A4, A5, A6, A7, A8'i tapmaq istəyiriksə, gəlin bunları tapaq. A1 üstə gəl 3D, üstə gəl A1 üstə gəl 4D, üstə gəl A1 üstə gəl 5D, A1 üstə gəl 6D və A1 üstə gəl 7D kimi yazaram. Sonra A1'ləri cəmləyərəm. Neçədən A1'im var? 5 dənə. 5 A1 üstə gəlsin və digərlərini cəmləyərəm. 10, 20, 25, 25D. Demək, bizdən bunu istəyir. Gəlin S1'i tapaq. S1 nəyə bərabərdir? 3n kvadrat üstə gəl 5n-dirsə ya da belliyək də. Buradan 5 ortaq vuruq kimi çıxardığında nə qalır? A1 üstə gəl 5D. Yəni bu da A6 deməkdir. Biz A6'nı tapmaq istəyiriksə, A6 nəyə bərabərdir? S6 çıx S5'ə. Yəni gətirib bir dəfə 6 qoyaq burada n-lərin yerinə. O zaman nə olacaq? S6. 3 vur 6'ın kvadratı üstə gəl 5 vur 6. 6'ın kvadratı 36. 36'nı da 3'ə vuranda eləyəcək 108. 108'in üstünə 30 gələndə alınacaq 138. Demək, bura 138'i verir. 5 qoysaq bəs nə olacaq?
5 qoyanda da eləcək 75 üstə gəl 25, yəni 100. Bundan bunun çıxında qalır nə? 38. Bizi deməli altımız 38-dir, onu da 5-ə vuracağıq. 5'e vurduqda cavab nə olacaq? 0, 4 yadda, 13, 18, 19, 190 C variantı. 6 nömrəli suala keçirik. Bizə deyir ki, 6 nömrəli sualda alfa və beta iti bucaq üçün alfa ilə betanın cəmi 90'dır. Bura veribdir. İndi alfa ilə betanın cəmi 90'dırsa, o zaman davamında deyir ki bizə sinus 3 alfa üstə gəl 4 beta mənfi 0,6'dır. Tangens 2 alfa üstə gəl 3 betanın ifadənin qiymətini hesablayın. Alfa ilə betanın cəmi 90 veribdir. Bir də burada bu şəkil varsa, 3 alfa üstə gəl 4 beta varsa, bunu nə edərik? Gəlin bax yuxarıdan betanı tapaq. Beta nəyə bərabərdir? Deməli beta bərabərdir pi bölü 2 çıx alfaya. Ya pi bölü 2'ni də 90 yazaq da, 90 çıx alfaya. İndi gətirək burada yerinə qoyaq, digərini də yerinə qoyaq. Bu zaman cavabı nə alacağıq? Alacağıq ki, deməli 3 alfa üstə gəlsin 4 betada, 3 alfa üstə gəl 90 çıx alfa. Bu da eləyir 2 alfa üstə gəl 90'a. Deməli nə aldıq? 2 alfa üstə gəl 90 aldıq. Sinusu. Daha sonra gəlin indi bu hissələrdən silək. Daha çünki çox yerimiz getməsin. Deməli aldıq ki, sinus 90 2 alfa çıx 90. Biz burada 4'e vurmağı unutduq deyəsən. Gəlin bir dənə də yazaq. 3 alfa üstə gəl 4 beta. Betanın yerinə də 90 çıx alfa qoyduqda alınır neçə? 3 alfa üstə gəl 4 vur 90 çıxılsın 4 alfa. Bu da eləyəcək nə? Mənfi alfa üstə gəl 360. Deməli aldıq 360 çıxılsın alfa ilə deyil. İndi bu hissəyə kimi aldıq. Bir şeydə baxaq uşaqlar. Biz nə edəcəyik? Gətirib burada yerinə qoyduqda ifadəni sinus 360 çıx alfa alırıq. 360 çıxılsın alfa da bizə əslində nəyi vermiş olur? Elə 360'da ad dəyişmir və neçənci rübə düşür bu? 3-cü rübə düşür. 3-cü rübdə sinus müsbət olduğu üçün elə ifadə nə olacaq? Sinus alfa olacaq. Yəni bu da olacaq nə? 0,6 müsbətin götürürük də artıq. İndi sinus 0,6-dırsa bəs kosinus neçə olur? 0,8 olur da elə deyil. Çünki bulan kvadratları cəmi bizə 1'i verməlidir. Sinusu tapdıq. İndi uşaqlar, o zaman tangens alfa nə olur? Tangens alfa da bərabər olur bunların fərqi. Yəni nisbəti. 0,6'ın 0,8'e böldükdə alınır 4'də 3. Yenə biraz qarışıq yazdım. Gəlin bir dənə yuxarı hissəni sizin üçün silim. Oradan ətraflı yazım ki sizə də aydın olsun. Baxın uşaqlar. Dedik ki sinus alfa bərabər oldu 0,6'ya. Kosinus alfa bərabər oldu 0,8'e. O zaman tangens onların nisbəti olur 4'də 3. Kotangens də bunların tərsi olur 3'də 4. Daha sonra bizdən nə istəyir? Tangens 2 alfa üstə gəl 3 betanı istəyir. Biz də bunu nə deyə bilərik? Bu bərabər belə deyək də alfa betanın yerinə 90 çıx yazsaq, alfa yazsaq nə alacağıq? 2 alfa üstə gəlsin 3 vur 90 çıx alfa. Bunu da vurub açanda 2 alfa üstə gəl 270 çıx 3 alfa. Bu da eləcək 270 çıx alfa. İndi olur nə? Tangens 270 çıx alfa. 270'də ad dəyişir, olur kotangens alfa. Axı neçənci rübə düşür bu? 2-ci rübə hələ deyil, müsbət olacaqdı. Ona görə kotangens alfanın qiymətini neçə tapmışdıq? 4 böl 3. Deməli cavabımız olacaq 4 bölünsün 3A variantı. Belə biraz qarışıq görünür, amma bir dənə bu hissədə hər hansısa birini tapın. Məsələn, betanı tapın, alfa ilə əvəz eləyin, yerinə qoyun. Yəni bu qədər basit gedəcək o zaman. Növbəti ifadənin qiymətini hesablayın deyir. Gəlin baxaq. Burada nə görürük? Aşağıdakı ifadəni gəlin belə də yuxarıda ifadə qalsın olduğu kimi kök altında 4-cü dərəcənin x üstə gəl kök altında 4-cü dərəcənin 2 və mən aşağıdakı ifadəni kök altında 4-cü dərəcədən x minus kökdə 4-cü dərəcədən 2 kök altında 4-cü dərəcədən x üstə gəl kök altında 4-cü dərəcədən 2 kimi yazıram. Bu zaman
Sanki belə düşündü, bu 4-cü dərəcədən 2-nin kvadratıdır. Bu 4-cü dərəcədən 2-nin kvadratdır. Kvadratdan 4 gedib kökdə x qalır. Belə, digərində də kök altında 4-cü dərəcədən x çıx, kök altında 4-cü dərəcədən 2, digərdə x üstəgəl kökdə 2 qalır. Bundan bu gedir, bundan da bu gedir. Geridə nə qalır? 1 bölünsün x üstəgəl kökdə 4-cü dərəcədən 2. İndi bizə x-in də qiymətini verib, budur. Amma gəlin məxrəci rasionalıqdan azad eləyək. Məxrəci rasionalıqdan azad eləmək üçün əslində bu biraz çətin gedəcək. Çünki bizə nə qalmışdı cavab? X üstəgəl kökdə 2, 4-cü dərəcədən kökdə 2 qalmışdı, elə deyil. Bu sürət qalıb da, daha doğrusu biraz qarışdırdıq. 4-cü dərəcədən yox, normalı qalıb. Deməli, x üstəgəl kökdə 2 qalıb. Gətirib yerinə qoyuram. X üstəgəl kökdə 2. X-imiz nədir bura? 0,4 çıx kökdə 2. Üstünə də kökdə 2 gəldi. Kökdə 2-lər gedəcək, qalacaq 0,4 A variantı. A-nın hansı ən kiçik müsbət qiymətində integral bu ifadə, digər ifadə çıxanda -3/1 alınır. Bərabərlik doğru olar. Gəlin belə eləyək də uşaqlar. Birincisi integral verilmiş ifadəni yazaq. Görək nə formasında verib. Bizə verib ki, integral 2pi böl 3'dən a'ya kosinus 5x vur kosinus 2x dx bərabərdir. İntegral a'dan 2pi böl 3'ə sinus 5x vur sinus 2x dx çıx 3/1. İndi baxın uşaqlar, bunu bu tərəfə keçirib işarəsini də mənfi yazsaq, yaxı keçirəndə işarə mənfiləşir. Belə deyək də, integral 2pi böl 3, burada a, amma burada a'dan 2pi böl 3'ədir, ayrı-ayrı da, biri burada a sürətdədir, yuxarıdadır, birində aşağıdır. Buna görə də bunu bu tərəfə keçirəndə və qabağına bir dənə mənfi özümüzdən əlavə mənfi qoysaq, işarə dəyişir, 2pi böl 3 yuxarı qalxır, a yuxarı qalxır. İndi, zaten bu ifadənin qabağına mənfi qoyanda yeri dəyişirdisə, yəni, belə olursa, qabağına mənfi qoyanda qara ilə qoyaq. Qabağına mənfi qoydum, yazdım 2pi böl 3'dən a'ya. Bu tərəfə keçirəndə o zaman nə olacaq? Mənfi müsbətləşəcək, yəni üstəgəl olacaq. Kosinus 5x vur kosinus 2x. Bunların da eyni integral şeyləri olduğu üçün, sərhədləri eyni olduğu üçün bir integralda yazarıq. Çıxılsın, daha doğrusu üstə gəlsin sinus 5x sinus 2x dx. Bərabərdir -3/1'ə. İndi uşaqlar, kosinus alfa, kosinus beta üstəgəl sinus alfa, sinus beta bizə nəyi verəcək? Bu bizə verəcəkdir sinus alfa, daha doğrusu kosinus alfa çıx betanı. Deməli, integral 2pi'dən 3'ə a alınacaq nə? Kosinus 5x çıx 2x. dx bərabərdir -3/1'ə. Bundan bunun çıxanda qalır 3x. Kosinus 3x dx integral 2pi'dən 3'ə. Bərabərdir -3/1'ə. İndi bunun davamını işləsək. Gəlin burada x-ları eyniləşdirək. İçəriyin 3'ə vursam 3/1'ə də bölərəm. Bu 3/1'lər gedər. İntegral 2pi böl 3'dən a'ya kosinus 3x d 3x bərabər olacaq nəyə? -1'ə. İndi kosinusun integralı nədir? Sinus. Sinus 3x 2pi böl 3 və a bərabərdir -1'ə. Gətirib yerinə qoyunda. Bunu bir dəfə qoyuram. Sinus 3 vur 2pi böl 3. Burada 3'lər gedir, qalır 2pi. Çıx sinus 3a bərabərdir -1'ə. 2pi nədir? 360. Sinus 360'dan alır 0. Deməli, mənfilər gedir. Sinus 3a bərabərdir 1 olur. İndi sinus 1'i nə zaman alır? 90 dərəcədə elə. Pi böl 2'də. Bəs 3'ə böldükdə nə olacaq? Olacaq pi böl 6. Yəni D variantı. Keçirik 9 nömrəli suala. Bütün ədəd oxunda təyin olunan fx funksiyası üçün fx çıx 3, fx -x 12 olarsa fx'i hesablayın. Bütün ədəd oxunda təyin olunub söz o deməkdir ki, bura -x var. Elə bunu fx'in yerinə yaza bilərik.
Yəni fx yazsaq eyni şeydir. Bu da eləyir mənfi 2fx bərabərdir 12-yə. Fx də bərabər olacaq mənfi 6-ya D variantı. Keçirik 10-cu suala. Düzgün piramidanın oturacağının sahəsi yan səthin sahəsinin 80%-ni təşkil edir. Piramidanın oturacağındakı ikiyüzlü bucağı tapın. Deməli, düzgün piramidanın oturacağının sahəsi S oturacaq yan səthinin sahəsinin 80%-dir. S yanın 80%-dir. Yəni 80-i vurub 100-ə bölürük. Deməli, S oturacaq bərabərdir nəyə? 0,8 S yana. Piramidanın oturacağındakı ikiyüzlü bucağı tapın deyir. Buradan belə deyək də, S tam nəyə bərabərdir? S tam bərabərdir S yan üstə gəl. S oturacaq, elə deyil. İndi biz də buradan S tamı tapsaq, nə alacağıq? Deməli, S tam bərabərdir. S yan üstə gəl S oturacaq. Yəni nə? S oturacaq 0,8 S yandır. Üstünə də S yanı gəldikdə eləcək S tam bərabərdir 1,8 S oturacaq. İndi buradan belə çıxır ki, yan səthin sahəsi oturacağının sahəsinin 25%-dir. Elə deyil. Çünki gəlin belə heç belə getməyək. Gəlin bir dənə piramida çəkək, təxmini baxaq da. Məsəl üçün deyirəm ki, mən bir dənə əgər piramidanın növünü demirsə, 4 bucaqlı piramida götürərəm. Piramidanı çəkdim. İndi oturacağının sahəsi S oturacaq. Yan səthinin sahəsinin S yanının 80%-dir, yəni 0,8-dir S yan. Piramidanın oturacağındakı ikiyüzlü bucağı tapın. Piramidanın oturacağında ikiyüzlü bucaq desə, buranı istəyir də bizdən. Bunu tapmaq üçün nə etmemiz lazımdır? Ya da belə bir hündürlük indirərik. Bax, bu hissəni istəyəcək bizdən. Elə bil ki. Belə. Bura 90-dır. Yəni biz hündürlüyü bilməliyik və oturacağın şeyini bilməliyik də. Elə bil ki, diaqonalının yarısını. İndi uşaqlar, bizim belə bir düsturumuz da var da. Biz deməli oturacaq. Deməli deyirik ki, bir dəqiqə qələmə keçim. S oturacaq. S oturacaq. Bərabərdir S yan kosinus alfaya. Buradan da S oturacaq nədir? 0,8 S yan. Bərabərdir S yan kosinus alfaya. Bunlar getsə, kosinus alfa nəyə bərabər olur? 0,8-ə. O zaman sinus alfa nə olur? 0,6. Sinus alfa 0,6-dırsa, alfa nədir? Bəs arc sinus 0,6, yəni A variantı. Keçirik növbəti suala. 11 nömrəli sualda görək bizə nə istəyir? Deyir ki, 3z üstəgəl qoşması. Deməli, 3 x üstəgəl y üstəgəl 4 x minus y bərabərdir 1 üstəgəl 3i, 3 çıx i'yə. Gəlin, öncə bu tərəfi işləyək. 3x üstəgəl 3y üstəgəl 4x çıx 4y bərabərdir. Digərində məxrəcini qoşmasına vuraq. 3 minus i, 3 plus i'yə vuraq. Sürətdə o zaman vuracam. 3 plus i'yə. Və görək, burada nə alınır? 3x-dan 4x-in cəmi 7x. Minus 3y-dan 4y çıxanda qalır y bərabərdir. Aşağıda nə yaranacaq? 9 çıx i kvadratı, yəni 10. Və sürətdə nə yaranacaq? Sürətdə də vurub açanda 3 üstəgəl 3i üstəgəl 9i eləyər 12i üstəgəl 3i kvadratı, yəni çıx 3. 3-lər gedir, qalır 12i. 7x çıx y bərabərdir 12 böl 10-a, yəni 1,2i. Bunu bu tərəfə keçirəndə 7x bərabərdir ya da 7x çıx 2,2 bərabər 0-a. Əsasən deyir, z-i tapın. Xəyali hissəni istəyir. Xəyali hissəmiz neçə oldu? 2,2 oldu amma. Bəlkə nəysə gözdən qaçırdıq. Bir daha baxsaq. Yəni yuxarıdan yazaq. Yer geniş olsun. O zaman nəyi gözdən qaçırdığımızı daha yaxşı görəcəyik. Deməli yazıram. Z-in yerinə yazıram 3 x üstəgəl y.
Üstəgəl 4x minus y qoşması dediyi üçün bərabərdir 1 üstəgəl 3y bölü 3 minus y. Gəlin öncə açıb yazaq bu tərəfi, digər tərəfə toxunmayaq. 3x üstəgəl i 3y üstəgəl 4x minus 4y bərabərdir bura. Bu da eləyir 7x çıx y bərabərdir yenə bu tərəfə. Buranı aldıq. İndi digər tərəfi sadələşdirək. 1 üstəgəl 3y bölü 3 minus y. Dedik ki, qoşmasına vurarıq. 3 plus y. O zaman sürətli qoşmasına vurarıq. Bu bizə nəyi verəcək? Məxrəcdə verəcək 9 çıx y kvadratını. Sürətdə də verəcək 3 üstəgəl i üstəgəl 3 9i. Aha, tapdım səhvi. Baxın, biz burada yazmışıq 12, amma 10 i eləyir. O da eləyəcək 10 i'ni 10'a böləndə 1 qalacaq. 1 i. Bu tərəfə keçirəndə 2 i. Cavab 2-dir C variantı, amma yenə də yazaq. Üstə gəlsin 3i kvadrat. Demək 3i kvadratı mənfi 3 eləyir. Bu müsbət 3-dən gedir. i'nin üstünə 9i gələndə də eləyir 10i. Aşağıda da 9 çıx i kvadratı 1 deməkdir, mənfi 1. Eləyir 10. Onlar ixtisar gedir, qalır burada i. Vəssalam, indi i'ni bu tərəfə keçirəndə qalır 7x çıx 2i. Y bərabər 0-a. Və deyir buradan xəyali hissəni tap. Xəyali hissəni tap deyirsə uşaqlar. Ya da belə düşünün. Bu hissəyə kimi gəldinizmi? Heç bu tərəfə keçirməyin. Axı bizdən y-ı soruşmur. Demək ki, biz burada nəyə fikir verəcəyik? Bu i ilə bu i eynidirsə, deməli xəyali hissədirsə, x 0 qəbul edilib həqiqi hissə. Xəyali hissədə mənfi 1 qəbul edilib ki, mənfi 1-i mənfi vuranda i qalır. Deməli, cavab olacaq D variantı. Hə, bizdən y zadı soruşmadı, ona görə 2 götürmüşdük. Keçək 12-yə, limiti hesablayın. Və sürətə də məxrəcdə də sonsuzluq qoyanda nə olur? Sonsuzluq və sonsuzluq olur. Buna görə də uşaqlar, burada bir şey var. Ən böyük dərəcə nədirsə ona bölək. Ən böyük dərəcə n kubdur, amma 3-cü dərəcədən kök olduğu üçün elə n-dir. Hər tərəfi n-ə bölürük. Bu da kökün altında kublar formasına girəcək. Bunlar getdi. Yəni bu 0 olacaq, bu 0 olacaq, bu 0 olacaq. Geridə qalır kökətdə 3-cü dərəcənin 64 böl 8. Bu da bizə nəyə verəcək? 4 böl 8-i, yəni 2-də 1 D variantı. ABCD bərabər yanlı 3 düzbucaqlı üçbucaqdır. Yəni 45-dir. DAB 15-dir. Onda bura 30-dur. Avtomatik bura 60-dır. Bura 45-dir. Burada 120-dir. A'dan D'ya kimi məsafə 6 kökdə 6-dır. Düz bucaq təpəsindən hipotenuza çəkilmiş median uzunluğunu tapın. Yaxşı. Bura indi 6 kökdə 6-dırsa 90 qabanda, 30'un qabanda 10'un yarısı olur. 60'ın qabanda 10'un kökdə 3'ə vurulmuş halı olur. Bu deyilir 9 kökdə 2. Demək AC'ni tapdıq, CD'ni tapdıq. Bizdən nə istəyir? Düz bucaq təpəsindən hipotenuza çəkilmiş median uzunluğunu istəyir. Və bərabər yanlıdırsa uşaqlar, baxın, bura 9 kökdə 2-dirsə, bura 3 kökdə 6-dırsa, burada qalır neçə? Elə olmalı ki, bərabər yanlı olsun da, yəni 9 kökdə 2 üstünə x gələndə 9 kökdə 2 bərabər olmalıdır 3 kökdə 6 üstəgəl x-ə. Buradan x də bərabər olur 9 kökdə 2 çıx 3 kökdə 6-ya. Buranı da aldıq. 9 kökdə 2. Ya da heç bu tərəfə girişməyə, belə deyim. Bura 9 kökdə 2-dirsə, bu tərəfdə 9 kökdə 2 olmur. Hipotenuz nə olurdu? Onun kökdə 2 vurmuş halı. Yəni 9 kökdə 2 vur kökdə 2-yə. Alınır 18. İndi düzbucaqlı üçbucağın hipotenuz 18. Katetləri 9 kökdə 2-dirsə. Hündürlüyü tapa bilərikmi? Hipotenuza çəkilmiş medianı istəyir. Median nədir? Şeyin yarısı, hipotenuzun yarısı, yəni 9. Cavab olacaq B variantı. Yəni o qədər çətin deyilmiş, uzuna getməyin. 14-cü sual. ABCD düzbucaqlısında AY BD-yə perpendikulyardır. AY 12-dir. B'dən Y'yə kimi məsafə 4-dür. O zaman buranı tapa bilərik. 12'nin kvadratı bərabər 4 vur x-a. 144 bərabərdir 4x-a. X də bərabərdir 36-ya. Burada 36-dır. İndi uşaqlar, AC diaqonalının uzunluğunu istəyir. AC diaqonalı elə bir D diaqonalından eynidir və hər ikisi 40 olacaq. N parametrin hansı qiymətində bərabərsizliyin həllər çoxluğu bu aralığa daxil olar. Uşaqlar, bu mənfi 2 ilə 8 elə onun köküdür. Və o zaman hasili nə verir? Mənfi 16. Cəmi də M-i verəcək də bizə. Cavab olacaq avtomatik nə? Mənfi 2 üstəgəl 8 bərabərdir 6-ya. Cavab olacaq 6. Əks işarə ilə zaten yazdım.
A parametrindir hansı qiymətində tənliyin köklərindən biri 2 minus kökü 3 olur. Bax uşaqlar, biri 2 minus kökü 3 isə digər kökü 2 plus kökü 3'dür. Bilirsiniz niyə? Çünki irrasionalda biri digərinin qoşması olur bu tip suallarda. İndi bu nədir? X kvadrat çıx x üstə gəl 1 bərabər 0-a. Həqiqətən köklərin hasili 2 minus kökdə 3, 2 plus kökdə 3'ə vuranda nə alınır? 1 yazıblar da. Deməli, bu da köklərin, A da köklərin cəmidir axı. 2 minus kökdə 3 üstə gəl 2 plus kökdə 3. Kökdə 3'lər gedir, qalır 4 cavab C. Diagonalları 6, 8, 10 rombun müstəvisinə aid olmayan, deməli, diagonalları 6, 8 isə tərəf avtomatik 10 olacaq. Çünki niyə? D1'in kvadratı üstə gəl D2'in kvadratı bərabər 4A kvadratına. Bu da eləyir, daha doğrusu tərəf 5 olacaq, üzr istəyirəm. Çünki nədir? 36 üstə gəl 64, 100. 100 bərabərdir 4A kvadratına. O A kvadratı 25, A da 5 olur. Aid olmayan bir A nöqtəsindən onun müstəvisinə qədər olan məsafə 1'dir. A nöqtəsindən rombun tərəflərindən bərabər məsafədə olarsa, bu məsafəni tapın. Deməli, rombdur. Ona aid olmayan nöqtədən müstəvisinə qədər olan məsafə 1'dir. Yəni, hündürlük 1'dir. Bizdən şey istəyir də, qıraq tərəflərini istəyir. O zaman nə edərik? Buradan diagonal çəksək. Buradan belə bu tərəfi çəkərəm. 2,5 olacaq. Burada 1'dir. Rombun tərəflərinə bərabər məsafədə olarsa, bu məsafəni tapın. Əslində, bizdən... Deməli, uşaqlar 18-ci sualda isə bizə deyir ki, loqaritmaların toplanması 9'a bərabərdir. Toplanma nə idi? Vurma idi da. Loqaritmik əsasdan x minus 3, x plus 5'ə vurulacaq, bərabərdir. Loqaritmik əsasdan 9. Əsaslar gedir, qalır x minus 3, x plus 5 bərabərdir 9'a, x kvadratı minus plus 5x minus 3x üstə gəl çıx 15 çıx 9 bərabər 0'a. X kvadrat üstə gəl 2x minus 24 bərabərdir 0'a. Burada bu da neçə eləyər? 12 ilə 2 eləyər, amma biri mənfidir. Mənfi, daha doğrusu yox. Mənfi 2 daha bu. Deməli, başqa nə var idi? 6 ilə 4 var. Aha. Amma biri mənfi olmalıdır. Deməli, mənfi 6 ilə 4. Mənfi olanı götürməyəcəyik, müsbəti götürəsiyik. Deməli, x-imiz neçə olacaq? 4 olacaq. Cavab 4 variantı harda var? 18-ci sualda 4 D variantı olacaq. Belə, keçək 19-cu. A parametrin hansı qiymətindədir? Funksiyası üçün törəmə 1'dir. İndi uşaqlar, baxın, törəmə əgər 1'dirsə, gəlin bu yuxarını silək, daha geniş yazaq. Deməli, törəməni bizə 1 verib və deyirsə ki, tap. O zaman nə edəcəyik? İfadənin törəməsini alacaq. F(x) bərabərdir 3ax x kvadrat üstə gəl 3 funksiyası üçün törəməni 1 qiymətində 9 alır. Öncə törəməsini tapsaq, bölmənin törəməsi necə tapılırdı? Sürətin törəməsi vur məxrəc. Üstə gəl məxrəcin törəməsi vur sürət böl məxrəcin kvadratı bərabərdir. İndi sürətin törəməsi nədir? 3ax-in törəməsi 3a-dır. Vuruq x kvadratına, eləyir 9a. 3ax kvadrat üstə gəl 9a üstə gəl. Bunun törəməsi nədir? 2x. Vuruq digərini, eləyir 6ax kvadratı. Böl x kvadrat üstə gəl 3'ün kvadratı bərabərdir. Baxın, x-in yerinə 1 qoyunda 9 almalıyıq. İndi x-in yerinə 1 qoysam, bura 1 olsa, bura 1 olsa, bura 1 olsa, cavab nə olur? Cavab olur, deməli, 3a üstə gəl 9a üstə gəl 6a, eləyir neçə? 18a. Böl 1 üstə gəl 3, 4, 4'ün kvadratı 16, bərabər 9a. Bu 9'dan bu gedir 2 qalır. 2a bərabərdir 16'ya, a da bərabərdir 8'ə. A parametrin hansı qiymətində? Nəysə, bəlkə hesablamada səhv elədik. Aha. Gəlin bir dənə də baxaq. Deməli, birincinin törəməsini eləyir. Burada çıxma olmalıdır. Üzr istəyirəm uşaqlar, ona görə alınmayıb. 9a-nın üstünə 12a, 6a. Bura 6a eləyir. 6a, bununla bu ixtisar gedəcək.
Deməli, nə aldıq? 6A böl 16 bərabərdir 9-a. Bundan bu 3 ixtisar gedir. Bundan da bu 2 ixtisar gedir. A da bərabərdir 24-ə. Hə, bax, indi alındı. Ortada çıxma yazmamışıq. Görürsünüz, bir dənə üstə gəli çıxma kimi görmək nə qədər bizdə səhvlərə mane olur. Keçək. Bu arada nəsə video problem var. Yəni, neçə dəfədir videom donur, açılır. Və bilmirəm, inşallah ki, axırda sizə bütün sualların həlli tam gələr. Amma nə hansıların həlli olması altdan ray bölməsinə yazın. Müəllimə bu sualın həlli düşməyib, videoda problem olub deyə. Mən o sualın həllini təkrar bir short videosu kimi qısa bir misal çəkim, atım sizə. Oradan baxın. Və abunə olmağı unutmayın uşaqlar. Hər birinizdə də imtahanda uğurlar təkrardan. İndi 20-ci sualda bizə deyir ki, torbada 5 ağ 6 qara kürəcik var. Deməli, neçə kürəcik var? 11. Təsadüfən seçilmiş 3 kürəcikdən ikisinin eyni rəngli olması hadisəsinin ehtimalını tapın. Deməli, bax, mənə 11 dənədən 3'ü lazımdır. Ya bu 3'ü ağ olsun, ya da qaradan olsun. Vəssalam. Burada da eləyəcək neçə? 11 faktor böl 3 faktor onların fərqi. Sürətdə 5 faktor böl 3 faktor və onların fərqi. 6 faktor böl 3 faktor və onların fərqi. Bu da bərabərdir. 5 faktor elə 120'dir birbaşa yazıq. 3 faktor 6'dır, 2 faktor da 2'dir. 120'ni də 2'yə böldükdə, demək 120'ni 6'ya bölərəm öncə. Qalacaq 20. 20'ni də 2'yə bölüm eləyir 10. 10. Demək bura bizə verdi 10. Üstə gəl. 6 faktor 6 vur 5 vur 4 vur 3 vur 3 faktordur. 3 faktor. Bu da elə bir 6 faktorda bizə 6 faktor bizə verir 720. 720'ni də böləcəyik 9'a. Deməli 6 vur 6'ya 36'ya. Bu da qalacaq 20. Bölünsün. 11 faktor açıram. 11 vur 10 vur 9 vur 8 faktor kimi. 8 faktorlar gedir. 3 faktor da 6 deməkdir axı. 6'nın ikisindən bu gedir 5 qalır. 3'ü də bundan gedir. Qalır 11 vur 15. 11 vur 15. Bu da eləyir neçə? 11 vur 15 də 30. 30 ilə 15 gedir. Qalır 11 də 2. B variantı. Amma uşaqlar bizdən eyni rəngli olması hadisəsinin ehtimalını istəyirsə, o zaman elbette belirləyəcək də 11'də 11'dən çıxacaq 11'də 2'ni, qalacaq 11'də 9. D. Yəni B ya D. Keçək 21-ci suala. X natural ədədində A və B boş olmayan bir-birindən fərqli çoxluqlardır. Öncə çəkək. A çoxluğu, B çoxluğu. Sadəcə A-ya aid olanlar 4x minus 9'dur. Kəsişmə 5'dir. Sadəcə B-yə aid olanlar x plus 1'dir. Cəmin ən kiçik qiymətini tapın. Baxdı ki, x natural ədəddir. A və B boş olmayan bir-birindən fərqli çoxluqlardır. Yəni içində ən az bir dənsə də element var da. İndi cəmin ən kiçik qiymətini istəyir. 4x minus 9 üstə gəl 5 üstə gəl 3x plus 1. Bu da bizə neçəni verəcək? 7x çıx 3 bərabərdir suala. Ən aşağı neçə olar? X-in yerinə 1 qoysaq. X-in yerinə 1 qoysaq. Olmur. Bilirsiniz niyə? Çünki 4x minus 9 sıfırdan böyük olmalıdır. Ən aşağı 1 olmalıdır. 4x böyük olmalı 9'dan. X də böyük olmalıdır. Ən az 2'dən böyük. 2,5'dən böyük ədəd olmalıdır. Bir deyək, təxmini də elə bil ki. 2'dən böyük olmalıdır. Şimdi 3 olmalıdır ən aşağı. 3'dən başlamalıdır. O zaman 7'nin 3'ə vuracağıq. 21. 21'dən 3 çıxasıyıq. Qalacaq neçə? 18. Y variantı. Yəni nə demək istədim başa düşdünüz də. Mən x-in yerinə ən aşağı 1 qoysam, o zaman 4x minus 9 sadəcə A-ya aid olanlar mənfi olur. Mənfi deyə bir say yoxdur axı. Söhbət n. Burada n-lər nə deməkdir? Yəni onun saylarıdır. Say. Mənfi deyə bir sayımız yoxdur. Mənfi 5-ci sıra deyə bilirsiniz? Yox. 22-ci sual. Bir həblin qüvvəti 32'dir. Qüvvət necə tapılırdı? Üstləri öncə sadələşdirək. Deməli bu 4 içəri vuracaq. 8n və 4m olacaq. Bu 2m bura vurulacaq. Olacaq neçə? 4m. Buranda nə olur deməli? 8n üstə gəl 4m üstə gəl 4m bərabərdir. Neçə? 32'yə. 8n üstə gəl 8n bərabərdir 32'yə. M ilə m də olacaq 4. B variantı cavab. 23-cü sualda.
ifadə 9 olarsa deyir, o zaman çıxması neçə olacaq? Toplaması 9-dursa, çıxmasının qiymətini hesablayın deyir. Öncə nə edərik uşaqlar? Gəlin buna bir dənə A deyək, buna B deyək. A ilə B-nin cəmi 9-sa deyir, A ilə B-nin fərqi neçədir? Uşaqlar, gəlin belə bir maraqlı üsuldan istifadə edək. Normalda A kvadrat çıx B kvadrat nəyə bərabərdir? A minus B-yə, A plus B-yə, elə deyil. A plus B-yə. İndi gəlin buradan A minus B nəyə bərabər olacaq? A kvadrat çıx B kvadratı böl A plus B-yə. A-mız məlum, B-miz məlum. Kvadratlar nə olacaq? Kökdə x kubu üstə gəl 6-nın kvadratı çıx. Kökdə x kubu minus 3-ün kvadratı. Bölünsün aşağı. Kökdə x kubu plus 6 üstə gəl kökdə x kubu minus 6 minus 3 bərabərdir nəyə? İndi aşağı 9-dur. Yuxarıda da bunların kvadratları fərqi nəyə bərabər olmuş olacaq? Kvadratları fərqi elə yazmaq üçün uşaqlar A kvadratı minus B kvadratı unutmayın. A minus B B-də açıb yazanda x-lar gedəcək, geridə nə qalacaq? 9. Bax, x kubu plus 6 qalır, çıx, x kubu minus 3. Bu minus 3 mi plus olur, bunlar gedir 9 qalır. 9 bölü 9 bizə 1'i verir. Yəni cavab burada 1 olacaq. Bir dənə bu metodu istifadə eləsəz düzgün alasınız. Yəni ən qısa metod budur, belə deyə bilərik. Keçək indi şeyə 24-cü suala. 23-cü cavabı 1 idi bu arada. Keçək indi 24-də. Nə edir 24-də? AB-yə paraleldir. AB bir can tənböləndir deyir. BK. KDF 55'ti. Soram. Onda burada 55'ti. Tembelənsə burada 55'ti. ACF 130'du. Uşaqlar bir şey nəzərə yetirin. Bu AC-ni istəyir. Bu x-dir. Bu üçünün dairəyə aldığım 3-ün cəmi 360 olmalıdır. Yəni 110 üstə gəl 130 üstə gəl x bərabərdir 360'a. 240 bərabərdirsə 360, daha doğrusu 240 üstə gəl x bərabərdir 360'a. X də bərabər olacaq 360 çıx 240'a, yəni 120'yə. Deməli, orta 120 olacaq. Keçirik növbəti suala. Bizə nədir növbəti sualda? K parametrinin neçə tam qiymətində funksiyanın bütün ədəd oxunda təyin olunub. Birincisi, uşaqlar, bütün ədəd oxunda təyin olunub sözü o deməkdir ki, həmişə müsbət olsun içəri. Yəni diskriminant sıfırdan kiçik olsun. Yəni nə? B kvadratı çıx 4AC kiçik olsun sıfırdan. Bu da B minus 6, B plus 6 eləyir. Yəni K minus 6, K plus 6 kiçikdir sıfırdan. Bunun aralığı nədir? 6, 6. Elə deyil. K neçə tam qiymətində olur o zaman? Sayacaqda altdan 6'ya kimi neçədən ədəd var? 11 dənə ədəd var. 11. Sinus 3x çıx kosinus 3x 0 olarsa, tənliyin deyir 0 pi parçasına daxil olan köklərin sayını tapın. Gəlin bu ifadənin kvadratı üzərində yazaq. Baxın 26-cı sual. Yuxarıları siləcəm. 26-cı sualda deməli uşaqlar nə edirik? Sinus 3x minus kosinus 3x'in kvadratı üzərində nə alıram? Sinus kvadratı 3x çıx 2 sinus 3x kosinus 3x üstə gəl kosinus kvadratı 3x bərabər 0'a. Bu ikisinin cəmi mənə 1 verir. 1 çıx 2 sinus. Bu da bizə verir sinus 6x. 2 sinus alfa kosinus alfa sinus 2 alfa daxil. Buradan sinus 6x 1'dir. Və bu xüsusaldır. 6x nəyə bərabər olacaq? Sinus 1'ini harda alır? 90'da pi bölü 2 üstə gəl pi k. X də bərabərdir. Pi böl 12 üstə gəl pi k böl 6. İstəyirəm burada 2 olmalıdır. Bu da eləyəcək 3. Deməli pi böl 12 üstə gəl pi k böl 3. Burada deyir 0 pi 180 arasında daxil olan köklərin sayını bizdən istəyir. Yəni neçədən kökümüz var? Biz onu tapmalıyıq. Birincisi uşaqlar, bunun üçün necə k-nın yeni rəqəm qoyub hesablayasıyıq. Məsələn, k-nın yerinə 0 qoysam neçə olacaq?
Pi bölü 12 yəni 15 üstə gəlsin 0 yəni 15 bu 1. K-nın yerinə 1 qoysam neçə eləyir? 15 üstə gəlsin 60 eləyir neçə? 75. K-nın yerinə 2 qoysam neçə olacaq? 15 üstə gəl 2 böl 3 2 pi bölü 3 120 olmur. K-nın yerinə bəs -1 qoysaz nə olur? 15 üstə gəl bu da olmur deyəsən. Çünki 2 pi bölü 3 eləyir 60 120 15 üstə gəl 120. Daxil olan köklərin sayını istəyir. Deməli K-nın yerinə 0 qoyduq, ödədi, 1 qoyduq, ödədi. -1 qoyub da yoxlayırıq. Deməli 2 kök burada var. Bir də sinusun yerinə 90 qoysaq da olar. Yəni 90 özü də ödəyir də, elə deyil. 90-a gəlmək üçün də bir kökündə 90 qəbul edə bilərik. Təxmini 3 dənə kök olmalıdır. Ya 2 ya 3 kök olacaq. Keçək 27-ci suala. Sahəsi verilib, perimetri verilib. ABC və A1, B1, C1 şaxlarında AB deyir 6 olarsa, A1, B1, 8 olsa uyğunluğu müəyyən edin. Deməkləri uşaqlar, sahələrin nisbətləri kvadratı qeyd axı. 6-nın 8-ə kvadratı bərabərdir 36-nın x-ə kvadratı olacaq. Bu deyəcək 64. Deməli, birincinin sayısı 64-dür. Biri A variantı uyğun gəlir. Bir də bəs perimetr neçə olacaq? 6-nın 8-ə nisbəti nədirsə, perimetrlər nisbəti də olmalıdır. Yəni 18-in x-ə nisbəti. Bundan bu ixtisa gedir 3, 24. Biri A-ya uyğun gəlir. İkincini də eyni qaydada tapasınız. Deməli, 36-nın 64-ə nisbəti bərabərdir 27-nin x-ə nisbəti. Buradan ikincidə uyğun gələcək sahələr nisbəti yoxdur, amma perimetrlər nisbəti var. 6-nın 8-ə nisbəti bərabərdir 18-in x-ə nisbəti. 18-i üzr istəyirəm, 12-nin. 12. Bundan bu gedir, qalır x də bərabərdir 16. Demək, ikincinin perimetri 16-dır. Üçüncünün də eyni qaydada işləyəsiz, uyğun gələcək B variantı. 1A-ya 2D, 3B. Keçirik situasiyalarımıza. Su çənin kənarlarının radiusu 1 metr olan 2 yarımkürədən, orta hissəsi isə hündürlüyü 6 olan silindirdən ibarətdir. Boş su çəninin A kranı 4 saata doldurur, B kranı 6 saata boşaldır. Bu zaman çənin həcmini istəyir bizdən. Birincisi, çənimiz nədir? 2 dənə yarım kürə var. Deməli, ümumi həcm 2 dənə yarım kürə. Üstə gəlsin və silindir. Yarım kürə necə tapılır? Yəni, bu da bir dənə yarım kürəni verir də biz elə. 3-də 4 pi r kubu. Üstə gəlinsin pi r kvadratı h. Bu da bərabərdir nəyə? Deməli, uşaqlar, biz şeyi bilirik, hündürlüyü bilirik. Hündürlüyümüz neçə veribdir bizə? R-imiz 1-dir. Yazacaq nə? 3-də 4 pi 1-in kubu. Üstə gəl. Digərində hündürlük də 6-dır da. Pi vur 1-in kvadratı vur 6 bərabərdir. Hesablayırıq. Cavab eləyəcək neçə? Pi-ni də 3 qəbul edirik. 3-də 4 vur 3 vur 1. Yəni 1 yazılır. Üstə gəl. 3 vur 6. Bu da eləyəcək 4 üstə gəl 18, yəni 22. Asan demiş birinci. A kranı çəni yarısını su ilə doldurduqdan sonra B kranı işə salınarsan çən neçə saata dolar? A kranı çənin yarısını nə qədər doldurur? 4 bölü 2, 2 saata. Elə deyil. Ümumi 4 saata doldurur axı. Yarısı deyirsə 2 saata doldurur. Çənin qalan yarısını A kranı 2 saata doldurur deməli. B kranı isə 2 saata nə qədər? 3 saata boşaldacaq da, yəni yarısını. Onda 1 saata çənin hansı hissəsi dolacaq? 2-də 1-dən 6-da 1, 3-də 1-i. Yəni 2-də 1 çıx, 3-də 1. Eləyəcək neçə? 6-da 1. Yəni 6 saatda isə ikinci yarısı hamısı dolar. Deməli çən 6 saata yarısı dolacaqsa 2 üstə gəl 6 eləyəcək 8 saat. Yəni tam dolmaq üçün bizim 8 saata ehtiyacımız var. Belə, keçirik növbəti suala, üçüncüsünə. A və B kranların eyni zamanda işləndə 1 saata çəndəki suyun həcmi nə qədər artar?
Eyni zamanda işləyir deyirsə, deməli 4-də 1 çıx 6-da 1 tapaq öncə, vuracaq həcmə. 12-də 1 vur 22. Bu da eləyəcək neçə? 6-da 11. Yəni 1 tam 6-da 5 metr kubu. Və salam. Yəni o qədər də çətin deyilmiş. Söhbət bundan gedirdi. Əgər videomu bəyəndisə abunə olmağı unutmayın. Dediyim kimi, əgər videolarda hansısa hissə düşməyibsə, onun video həllini sizə çəkib atacağım. Yəni bu sualı paylaşacağım, bu videonu. Sonra özüm baxacağım ki, hansı hissələr düşməyib, short hissəsində paylaşacağım.